Salamlar, sayğılar, əziz hörmətli izləyənlər. Yeni bir proqramla sizin xidmətinizdəyəm. Bu günləri çox önəmli bir mövzu haqqında danışacağam. Dostlar, bu danışığım həsr olunur Dirəniş Təşkilatının 19-cu il təsisi və quruluşu haqqında bir danışığımız olacaq. Bir istərdim bunun giriş edəm, bir balaca qısa sizə bir məlumat, ümumi məlumat verəm. O məlumatdan sonra qonağımızı dəvət elə Dirəniş Təşkilatının sözçüsünü dəvət eləmişəm və bu dəvətlə bahəm birgə onun usul-i mübarizatı və onun hədəfləri, amacları nədir və o haqda danışacağıq. Məcid bəy Cəvadi Araz adı ilə məşhur olan Dirəniş Təşkilatının sözçüsü bu günləri qonağımız olacaq. Amma dirəniş haqda bir qısa giriş etsəm yaxşıdır. 19 mart 2006-da Dirəniş Təşkilatı, yəni müsadifdir 28-12-1384-cü ildə bu bir bəyaniyyə ilə elamə mövcudiyyət edildi. Və o elamiyyədə məxfi bir təşkilat olmağı və zərurət təşəkkülgirayı, yəni hizbi təşkilatı və qurmaq və onun adı Müqavimət Milli Dirəniş adı ilə məşhur olubdur. Onun milli mədəni mübarizə əsasında usul-i mübarizatı haqqı təyin-i sərnişt tamamiyyət ərzi Azərbaycana təkid edir və vətən Azərbaycan milliyyətçilik türkcə. Yəni türkçülükə əsasən və torpağa ki o torpaqda Azərbaycan coğrafiyanın bütövlüyündən ibarətdir və əsas stratejisi elə buna təkid edir ki, haqqı təyin-i sərnişt və tamamiyyət ərzi Azərbaycan. Yəni Azərbaycanın ərazi bütövlüyü bizə çox önəm daşıyır. Qonağımızdan bu haqda çox geniş məlumatlar tələb edəcəyəm ta bütün bizi izləyənlərə, bizi seyr edənlərə məlumat verə. 2011-ci ildə öz fəaliyyətini məxfidən nimi məxfi, yəni yarı məxfi elan eləyib və bir iddədə onun adamları xalqımıza, millətimizə tanıdılır. Sözçüsü və təşkilat məsulları. Onun orqanı rəsmisi Araz News-dur və Azərbaycan səsidir, gənclikdir, nəşriyə, torpaq nəşriyyəsidir, onun orqanlarından ibarətdir. Dostlar, bu təşkilat çox önəmli bir təşkilatdır ki, əvvəlin təşkilatdır ki, mən Azərbaycanda eşidirəm ki, dəruni onun mütaliələri olur, ondan sonra özlərinin o həstəhayı müqavimət ki, təşkil veribdilər, o həstəhayı müqavimətdə təlimlər keçirdirlər, tərbiyyətlər olunur və bu yeni bir metoddur ki, dirəniş təşkilatı götürür. Və bundan da ən önəmli iki dildə bir dənə kitab buraxıblar və o təşkilatın platformunu və usul mübarizəsini orada yayıblar. Bizim az təşkilatlarımız vardı, şayət də heç yoxdur və əvvəlin təşkilatdır ki, eləyə bilir kitablar buraxa, ondan sonra televiziyası olub və orqanları olubdur və o məhdud bir vəziyyətdə də olsa, amma həqiqətən gözəl belə
məsələlər ortaya qoyub və bu fəaliyyətə başlayıbdır. Amma elə qonağımızı əlan indi dəvət eləyirəm, gəlir və xidmətində olaq və özləri lazımi izahları verirlər. Məcid bəy, xoş gəlibsiniz. Təşəkkür edirəm dəvətimizi qəbul etdiyiniz üçün. Xahiş edirəm bir salamlaşın, sorğularıma keçin. Salamlar Əli bəy, xoş gördük sizi və bütün izləyənləri, dinləyənləri. Təşəkkür edirəm sizdən və Azərbaycan Səsi kanalından dəyərli Araz bəy Sulduzludan ki, onun məhsuludur və işlədənidir və çox təşəkkür edirəm ki, bu gün də məni dəvət eləmisiniz ki, təşkilatımız haqqında millətimizlə danışıq. Buyurun, məxfiyyət sizdə var. Mən bir girişdə bəzi məlumatlar xalqımıza çatdırdım. İndi istərdim sizdən eşidəm. Baxın, bu dirəniş necə oldu ki, siz bu fikrə düşdünüz ki, bu dirəniş təşkilatı baş tutsun və bir yerə toplansın və təşəkküldə nə zərurət gördünüz ki, buna üz gətirdiniz? Buyurun. Əli bəy, Azərbaycan Milli Dirəniş Təşkilatı sizin də dediyiniz kimi 1384-cü Günəş ilinin 28 İsfənd yaxud həmən 28 Hut. İndi bu İsfənd bu Farsi ayatlarını sonradan çıxardıblar da. Qədim orijinal adı ilə desə Hut. Ya həmən 28 İsfənd 1384-də yaxud 19 Mart 2006-da necə deyirlər, elan-ı mövcudiyyət elədi. Əlbəttə ki, heç nə öz-özündən oluşmur, heç nə birdən-birə ortaya çıxmır və hər şeyin bir əvvəliyyatı, bir geçmişi və bir tarixi var. Dirəniş təşkilatının qurucu heyəti 13 nəfərdən ibarət idi və yəni belə deyək, ibarətdir və elə indi də elə dururlar və sadəcə onlardan bir nəfəri Allah rəhmətinə gedibdir. O da rəhmətli Əziz Purvəli idi ki, bizim təşkilatımızın qurucularından idi və Təbriz Komitə Başqanımız idi neçə illər, uzun illər. Sadəcə o rəhmətə gedibdir və bizim də təşkilat içində Böyük bəy kod adı ilə tanıdığımız, illərcə böyük sayğı duyduğumuz rəhmətli Əziz bəy Purvəlini də burada elə proqramın başında sayğı ilə anıram. Həm Azərbaycan Milli Hərəkatında çox böyük bir əməyi və necə deyirlər, zəhmətləri olmuşdu, çox uzun illər əmək vermişdi həqiqətən və dirəniş təşkilatının qurucularından idi. Ondan sonraki elə qurucular hamısı demək olar ki, dururlar. Təbii ki, bəziləri daha yaşlanıblar. İndi əskisi qədər aktiv fəaliyyət eləyənmirlər. Təşkilatımızın daha ikinci, üçüncü nəslinə vəzifələri mühəvvəl eləyiblər, amma təbii ki, hələ huzurdadırlar və təşkilatla bağlantılarını qoruyurlar. Bu 13 nəfərin hamısının demək olar ki, geçmişləri var idi. Hamısı hərəkətin içində və İranın belə deyək, siyasi fəzasında, atmosferin içindən gələn yetişmiş insanlar idilər. Ta 1379 bu İran İslam İnqilabından bəri fərqli cərəyanların içərisində olmuş, amma eyni zamanda milli məsələni dərk eləmiş insanlar idilər. Və ondan sonra da 1390-lardan sonra əsasən milli hərəkətinə yaxından bağlantıda olan insanlar idilər. Rəhmətli Profesor Zehtabi ilə yaxın olan, o çevrədə olan insanlar idilər. O necə deyirlər, o çevrədə bulunmuş insanlar idilər. O zaman Döktür Çehriqani içəridə olanda onunla yaxından irtibatda olan və onun ətrafında onunla birgə fəaliyyət edən insanlar idilər. Yəni hərəkətin içində olan insanlar idilər bu dirəniş təşkilatının qurucuları və yenə çox qısa desəm, təbii ki, bizim elə bu təşkilatın qurucularının və fikri və zehni teorik əvvəliyyatı ilə bu qədər də deyil. Yəni sadəcə 1379 İran inqilabından deyil, bunun zehni və fikri
geçmişini biz Məşrut inqilabına qədər geri götürürük və hətta ondan öncəsinə birinci Azərbaycan Xalq Cümhuriyyəti və onun da öncəsinə xanlıqlar dönəmi və Abbas Mirzanın islahatına qədər Azərbaycandakı indiki bizim bu siyasi hərəkətin köklərini götürmək olur. Yəni bunu bu mənada deyirəm ki, heç nə birdən-birə özündən ortaya çıxmır. Hər şeyin bir tarixi var, hər şeyin bir geçmişi var, hər şeyin bir zəminəsi var. Yəni Azərbaycanda əsasən Qacar Türk İmperatorluğu ilə Rus Tezar İmperatorluğunun arasındakı savaşlar və Qacar İmperatorluğunun məğlub olması və Azərbaycanın bölünməsi və necə deyirlər, Abbas Mirzanın islahatı və onun ilə həmən biraz öncəsində Azərbaycan xanlıqlarının quzeydə və güneydə bəzi Azərbaycanın müqəddəratı ilə ilgili fəaliyyətlərindən demək olar ki, bizim hərəkətimizin modern tarixi başlayıbdır və oradan itibarən bugünə qədər gəlir və onun təbii ki, ən ətf nöqtəsi yenə Məşrut inqilabı idi və sonrasında Xiyabani hərəkəti, Pişəvəri hərəkəti, Xalq Müsəlman hərəkəti və bugünkü. Ən nəhayət dediyim kimi 1990-lardan sonraki Quzey Azərbaycanda bağımsız oldu və güneydə hərəkət daha da bir canlandı və gündəmə gəldi. Rəhmətli Profesor Zehtabi ilə və sonraları Döktür Çehriqani ilə bizim hərəkətimiz o zamanlar Babək qalası hərəkətləri olurdu. Bizim elə təşkilat qurucularımız Babək qalası hərəkətlərinin həmişə içində olan və necə deyirlər, içində olan insanlar idilər. Ta ki, biləxərə 2006 ilində və ya 1384-ün İsfəndində ondan 1 il, 2 il öncəsindən dirəniş təşkilatının quruluş fəaliyyətləri əslində başlamışdı, görüşmələri gedirdi. Çünki Babək qalasının özəlliklə sərkubundan sonra ki, ya 2000 il idi, ya 2001 il idi, ya tam səhv deməsəm, ya 2000 idi, 2001 idi. Babək qalasının hərəkatının sərkub olmasından və dağıdılmasından sonra 2000-ci il idi. 2000 idi, hə, 2000 idi. Artıq bizdə siyasi təşkilatlanma ehtiyacı doğmuşdu, ortaya çıxmışdı və Azərbaycan Milli Hərəkəti kültürel və mədəni və duygusal fazdan siyasi... Niyə 2000-ci il idi? 2000-ci ildə Əziz Purvəli elə bizdən Kələybərdə bahəm zindanda oldu. Bəli. Çünki orada rejim açıq sərkub mərhələsinə geçdi. Açıq əzmə və vurma və dağıtma mərhələsinə geçdi. Ondan qabaq təbii ki var idi. Bunlar məsələn Profesor Zehtabını Qətl-i Zəncireydə şey elədilər, öldürdülər. Yəni bu bilinən bir faktdır. Profesor Zehtabi Qətl-i Zəncireydə öldürüldü. Ondan qabaq da var idi və ya məsələn rəhmətli Əmani. Amma 2000 ilindəki Babək qalasında məsələ ilə o cür bərxurd elədilər və ümumi sərkub fazına geçdilər. Artıq hərəkətdə siyasi təşkilatlanma ehtiyacı ortaya çıxdı və siyasi təşkilatlanma fəaliyyətləri başladı və ortaya çıxdı və bu süreç davam elədi. O süreçdə Camoh yarandı falan və başqa məsələlər və ya öncəsində Qurtuluş Təşkilatı var idi başqa. Nəhayətində biz 1384-ün İsfənd ayında dirəniş təşkilatının bəyaniyyə elamı mövcudiyyətini yaydıq. Ki, mən özüm də o 13 nəfərin biriyəm, gənc yaşıma rəğmən demək olar ki, elə o zamanlar hardasa yeniyetmə idim, amma o cəmin içində var idim və elə o gündən bu günə qədər də dirəniş təşkilatının demək olar içərisindəyəm. Yəni mən də qurucu üyelərdən biri olmuşam. O zamanlar yaşımın çox gənc olmasına, hətta belə deyim, yeniyetmə olmasına rəğmən, yeniyetmə deyəndə də ki, belə deyim də danışçuydum da, yəni öğrenci idim, üniversite öğrencisi idim. Yəni yeniyetmə deyəndə belə çox da şey olmasın. Yəni mən belə deyim,
və daha öğrenci idim, yəni üniversite öğrencisi idim o yıllarda. Hər nə biz 2006'da təşkilatı elan mövcudiyyət eləyəndən qısa bir müddət sonra o məşhur karikatur ayaqlanması ortaya çıxdı. O Ruzname İranın karikatur ayaqlanması ki o da 1 Xurdad 1385 idi. Yəni bir neçə ay fasilə ilə o olay yaşandı və həqiqətən də orada bizə sabit oldu ki, bizim bu hərəkətimiz doğru bir hərəkət imiş və həqiqətən də Azərbaycanın siyasi mənada təşkilatlanmasına ehtiyac vardır. O illərdə Əli bəy içəridə hərəkət təşkilatlandı. Əlbəttə mən onda xaricdə öğrenci idim, Türkiyədə danışçuydum, amma içəriyə sıxlıqla gedib gəlirdim. Mənim dışımdakilərin hamısı içəridə idilər və o illərdə həqiqətən çox az imkanlarla, çox dar imkanlarla bizim demək olar ki, qurucu heyətimiz bu işi başladı və yola çıxdı və bizim aramızda bir dənə məşhur bir söz var ki, qədim üzvlərimiz deyərlər. Deyərlər ki, biz bu yola bir dənə köhnə sınıq fotokopi dəstgahı ilə yola çıxmışıq. Həqiqətən də o zaman bir dənə xarab dəsti dovvum ikinci əl fotokopi dəstgahımız var idi. Onunla bəyaniyə çıxadıb şəhərdə dağıdırdıq. Yəni o imkanatla yola çıxdıq. Bir dənə dəst dovvum sınıq xarab fotokopi dəstgahından sonra heç zadımız yox idi. Təşkilatın mənşurunu dostlarımız o zaman mənim yaxşı yadımda bir dənə xanə timi tutmuşdular. Bir dənə velor var idi o, Ələddin deyirlər və ya velor deyirlər o evdə. Heç nə yox idi. Bir iki dənə pəti var idi, bir dənə də velor var idi, Ələddin var idi. Onun başında dostlarımız otururdular günlərcə, saatlərcə bəhs edirdilər, yazırdılar və məramnaməni o şəkildə yazıb ortaya çıxartdılar. Sonrasında mənə görev verildi ki, xaric qolunu yola salaq. Təbii ki, mən də o illərdə gənə elə imkanatsızlıq, məlumatsızlıq, içəridən mənə 2 nəfər yardımcı göndərdilər ki, gəlsin xaricdə mənə kömək eləsin ki, xarici qolunu yola salaq. Bərabər web saytımızı yola saldıq. Səhv eləmirəmsə 2008 idi. Əgər geçmiş gündür, yaxşı yadımda deyil. O içəridən gələn 2 dostun yardımı ilə ilk web saytımızı yola saldıq və xarici qolunu qurduq. Xaricdə də bəzi o zaman dərs oxuyan öğrenciləri cəzb elədik və belə yola devam elədik. Əli bəy, 2010'da Araz News təsis oldu. Təbii ki, Araz News'u Sayın Babək bəy Çələbiyani ilk başda təsis elədi, açdı və ondan sonra elə qısa müddət sonra elə Babək bəy dirəniş təşkilatına qatıldı və Araz News'u da dirəniş təşkilatının bir orqanı haline gətirdik və 2010'dan bəri 15 ildir ki, Araz News dirəniş təşkilatının xəbəri təhlili orqanı kimi fəaliyyət eləyir. Əlbəttə bizdə media fəaliyyətləri çox geniş olubdu. Çox sayda bizim web sitelərimiz, webloglarımız var idi zamanında. Günazport var idi. Təbriz səsi var idi ki, əlbəttə Təbriz səsi feylən də elə indi də aktivdir, amma indi başqa dostlar onu idarə edirlər. Yəni bizlə çox yaxın bir dostluqlarımız da olsa müstəqimin bir əlaqəsi yoxdur bu dəqiqə, amma illərcə Təbriz səsi dirəniş təşkilatının içərisində fəaliyyət eləyirdi. Savalan Port var idi, nə bilim Qoşaçay səsi var idi, Sarab səsi var idi. Çox sayda bizim web saytımız və weblogumuz var idi. Öğrenci səsi var idi mesela. Əvvəl bir öğrenci web sitesi var idi. O kapandı. Sonra öğrenci səsini biz başlatdıq və öğrenci səsi uzun illər dirəniş təşkilatının bir orqanı kimi devam elədi. Ən nəhayə biləxərə indi biz təsmin tutduq ki, elə Araz News'da bunların hamısını təcmi eləyək, bir dənə daha güclü bir media